Bəli, salam əzizləyicilər. Bugünkü qonaqlarımızlardan biri BMW F10-dur. Bir dənə də F10-umuz oradadır. Həm elektrik işləri görüləcək, həm də asık sistemində işlər var, onları həll edirik. Bir dənə də F10-umuz buradadır. Demək, bu qardaş yaxınlaşdı bizim yanımıza, yaxınlaş bura. Dedi, qardaşım, bir də zəhmət olmasa maşını opşi, yəni tamamilə o bütöv, təpədən dırnağa qədər full check-up yoxlanış elə, avtomobili yoxlayacaq hər bir tərəfə. Mühərrikini yoxlamışam. Porsche'ndi, kameranın vasitəsilə baxmışam. Porsche'ndi, cilizdir. Klapanlarda hamısı yaxşı vəziyyətdə, problem yoxdur. Farsunqalarda tutulma var, heç vaxtda yuyulmayıb. Ona görədir. Bir dənə yaxınlaş bura. Bax, birinci, ikinci, üçüncü və dördüncü silindirdən çıxan babinlər. Üçüncü silindirin babini artıq dəyişilməlidir məcburiyyətdən. Çünki həm sveçanı bu günə qoyur. Gördüyünüz kimi alışmış şamları görür nə gündədir. Sveçalar da dəyişilməyib. 4 dənə sveça verəcəm inşallah orijinal. Bu özümüzdə olan. Bu da üstündən çıxan. NJK, BMW, eyni kod, orijinallıq. Sveça, yəni alışma şamlı elektron olmağına baxmayaraq, bizim servisdə qoyulan sveçaları özümüz qarantiya veririk. Əgər bu sveçanı biz dəyişəcəksə və bu sveçanı biz özümüzdən veririksə, bu sveçana bağlı 20 dəfə də problem olsa, mən bunun qarşısını, yəni nətə edilir ona yaram? Heydər? Hə? Yəni mən bunu qarşılayacam, bəli. Yorğunluqdan da danışa bilmirəm. Nəysə. Bir dənə də babin verəcəyik inşallah, orijinal. Üstdən çıxan. 4 dənə sveçalar dəyişiləcək, orijinalının əvəz olunacaq. Bir dənə babin yenisi ilə əvəz eləyəcəyik. Daha sonra isə bütün farsunqaların hamısı 4 farsunqa 4-də söküləcək, yuyulacaq, stend olunacaq. Diaqnostika, adaptasiya işləri görüləcək. Daha sonra isə peridoku da yoxlayacaq. Peridokuda görək nə problemləri var. Elektrik xidmətini də yoxlayacaq ki, çünki qardaş dedi ki, bunları həll eləyək. 3-cü gündə gətirim inşallah bütün mühərriki çıxardaq və sep başmaq dəyişimini eləyəcəyik. Bütün ümumi qulluğunu eləyəcəyik və avtomobil axırda sonda biz tərəfdən yazılı formada və rəsmi avtoklinik peçatımızla bir yerdə, çünki biz rəsmi işləyirik və avtoklinikin rəsmi olaraq servis kimi fəaliyyət göstəririk. Öz tərəfimizdən rəsmi mənim öz imzamla bir yerdə hansı detalları qoymuşamsa, onlarla bir yerdə zəmanətimi yazıb verəcəm. Sep başmaqla da bağlı problem olanda 10 dəfə də problem olsa qarşılayacam. Bu qədər. İzləmədə qalın.